Xaçmazın İstisu qəsəbəsindən keçən avtomobil yolunda çökmə olub. Yoldan keçən avtomobil yaranan çuxura düşüb. Qeyd edək ki, həmin yol artıq bir aydır ki, bu vəziyyətdədir və problem hələ də həllini tapmayıb. Cəlilabadda gənc müəllim vəfat edib. Rayonun Albalan kəndinin sakini Əhməd Əhmədov uzun sürən xəstəlikdən sonra bugün dünyasını dəyişib. Onun ölümünə bağırsaq xərçəngi səbəb olub. Qeyd edək ki, Əhməd Əhmədov tarix, coğrafiya ixtisası üzrə təhsil alıb, rayondakı hazırlıq kurslarından birində müəllim kimi fəaliyyət göstərirmiş. Mərhum ailəli olub, 2 övladı var.